Nərmin ürəyi açıq və səmimidir cümləsində sifətlər hansı cümlə üzvü kimi işlənmişdir? Fikir versək, burada səmimidir və eyni zamanda ürəyi açıq ifadələri sifətlərdir və cümlə üzvü kimi səmimidir, necədir? Cümlənin xəbəridir. Düzdürmü? Necədir? Xəbərin sualıdır. Eyni zamanda burada xəbərli şəkilçisi dir ixtisar olunubdur. Çünki burada var, artıq ona ehtiyac qalmayıbdır. Yəni, hər ikisi xəbər vəzifəsində işlənmişdir. Doğru cavab A variantıdır. Hansı sualın cavabı mətndə yoxdur? İlk növbədə mətni diqqətli şəkildə oxumalıyıq. Məlumatı göstər düyməsinə vurduqda mətn ekrana gələcək. Komanda oyun növü olan çövkən yarışları eramızın 1-ci minilliyinin ortalarında formalaşmışdı. Yüzillər ərzində Azərbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda məşhur olmuşdu. Sonradan ingilislərin təşəbbüsü ilə bu oyun polo adı altında ilk dəfə 1890-cı ildə Parisdə keçirilən 2-ci Olimpiya oyunlarının proqramına daxil edilmişdi. Beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdi. Çövkən polo son dəfə 1936-cı il Berlin Olimpiyadasında oynanılmışdı. Hansı sualın cavabı mətndə yoxdur? Baxaq. Hansı ölkələrdə oynanılıb? Yüzillər ərzində əgər məşhur olubsa qeyd olunan ölkələrdə, demək ki, hansı ölkələrdə? Azərbaycanda, daha sonra Orta Asiyaya daxil olan yerlərdə, İranda, Türkiyədə və İraqda oynanılıb. Demək ki, bu sualın cavabı mətndə var. Komandada neçə nəfər olur? Komandada neçə nəfərin olması haqqında mətndə heç bir məlumat yoxdur. Sadəcə çövkən və ya polo oyununun komanda şəklində oynanılması qeyd olunubdur. Yəni, bu sualın cavabı mətndə yoxdur. Doğru cavab B variantıdır. Neçənci Olimpiya oyunlarının proqramına daxil edilib? Demək, ilk dəfə fikir versəz, bundan qabaq daxil olunmayıbdır. Polo adı altında, yəni çövkən oyunudur, amma polo adı altında ilk dəfə 1890-cı ildə Parisdə keçirilən 2-ci Olimpiya oyunlarının proqramına daxil edilibdir. Demək ki, bu sualın da cavabı mətndə var. Polo son dəfə nə vaxt oynanılıb? Son dəfə 1936-cı ildə Berlin Olimpiyadasında oynanılmışdı. Bu sualın da cavabı mətndə var. Çövkən oyununu ingilislər necə adlandırmışdı? Çövkən oyununu onlar polo adlandırıblar. Baxın, ingilislərin təşəbbüsü ilə bu oyun polo adı altında ilk dəfə Parisdə keçirilən Olimpiya oyunlarının proqramına daxil edilmişdi. Hansı cümlədə çoxaltma dərəcəsində olan sifət işlənmişdir? Çoxaltma dərəcəsində olan sifəti axtarırıq. B variantına baxaq. Həyətdəki sarımtıl çəndə su bitmişdi, yəni qurtarmışdı. Həyətdəki, burada fikir versək görərik ki, sifətdir və adi dərəcədədir, yəni heç bir dərəcə ünsürü yoxdur. Sarımtıl isə azaltma dərəcəsindədir. Bizə çoxaltma dərəcəsində olan sifət lazımdır. B variantı doğru cavab deyil. Nakəslərə yoldaş olan xar olur. Fikir versək, nakəs burada sifətdir, isimləşmişdir. Lakin çoxaltma dərəcəsində deyil. Yəni, çoxaltma dərəcəsində hər hansı bir ünsürü yoxdur. Yağış küçədəkiləri evlərə dönməyə məcbur etdi. Küçə, küçədəki. Təbii ki, üzərində qrammatik şəkilçilərin olmasına baxmayaraq, bu sifət olaraq qalır. Yəni, başlanğıc forması sifətdir. Lakin adi dərəcədədir. Yəni, çoxaltma dərəcəsində deyil. Xavərin atası ucaboylu adamdır. Fikir versək, burada adi dərəcədə olan sifət işlənmişdir. Uca və boy sözlərinin birləşməsindən yaranmış mürəkkəb sifətdir, lakin çoxaltma dərəcəsində deyil. Anası balaca köynəyi görüb doluq sundu. Balaca burada p ünsürü ilə, yəni biz bilirik ki, m, p, r və s samitlərini, yəni m, p, r, s samitlərini, səslərini biz sözə artırmaqla çoxaltma dərəcəsində olan sifət formalaşdırırıq.
Demək ki, doğru cavab A variantıdır. Eyni köklü sözləri müəyyən edin. Bağ sözündən bağça sözü yaranıb. Bağ sözündən bağban sözü yaranıb. Bağ sözündən bağdan sözü formalaşıb. Yəni, qrammatik cəhətdən dəyişibdir. Qrammatik şəkilçili söz eyni köklü sözlər sırasında verilə bilməz. Eyni köklü sözün əsas tələblərindən biri də sözün tərkibində leksik şəkilçinin olmasıdır. Əgər sözün tərkibində ən azı bir dənə də olsun leksik şəkilçi yoxdursa, demək ki, o eyni köklü sözlər sırasında verilə bilməz. Bağdan sözünə görə C variantı bizim doğru cavab ola bilməz. Gül sözün köküdür, dəki leksikdir. Gül sözün köküdür, dan leksikdir. Gül sözün köküdür, ün isə qrammatik şəkilçidir. Və biz burada görürük ki, qrammatik şəkilçili sözdür və tərkibində heç bir leksik şəkilçi yoxdur. Ona görə B variantı da bizim doğru cavab ola bilməz. Yaş sözün köküdür, L leksikdir. Yaş sözün köküdür, A leksikdir. Yəni, yaşla yaşayırıq da, yaşın mərhələləridir yaşamaq. Və yaş da sadəcə kökdən ibarətdir. Yalnız kökdən ibarətdir, tərkibində leksik şəkilçi yoxdur. Ona görə D variantı da bu doğru cavab sırasında verilə bilməz. Təbii ki, güldəki güldan sözləri bir-birindən eyni köklüdür, amma gülün sözü onlarla eyni köklü deyil. Yaşlı yaşa sözləri bir-birindən eyni köklüdür, amma yaş sözü onlarla eyni köklü deyil. Həmçinin bağdan sözü, bağça və bağban sözləri bir-birinə eyni köklü olsa da bu söz bunlarla eyni köklü deyil. Daha sonra yaz, yazı, yazıçı, yaz, yazı, yazılı, və yaz, yazlıq. Bilirik ki, bizim bir çox sözlərimiz var ki, amonim variantında çıxış eləyir. Həmin sözlərdən biri də yazdır. Yaz sözü həm yazmaq anlamında, həm də fəsil formasında işlənə bilər. Yazıcı sözü təbii ki, fəsildən yaranmaz, yazmaqdan yaranar. Eyni zamanda yazılı söz də həmçinin yazmaqdan yaranır. Amma yazlıq sözü fəsildən yaranır. Biz bilirik ki, eyni köklü sözlərin əsas tələblərindən biri kökün eyni nitq hissəsinə aid olması və eyni zamanda eyni mənanı verməsidir. Burada eyni mənanı verməyən bir söz var, ona görə E variantı da doğru cavab olmayacaq. Yağ sözün kökü ış leksikdir, yağ sözün kökü mur leksikdir, yağ sözün kökü ıntı leksik şəkilçidir. Fikir versək, yağ sözü də amonim variantında çıxış eləyə bilər. Biz bilirik ki, ərzaq məhsulu olan yağ var, eyni zamanda yağmaq, yəni yağışın yağması anlamını ifadə edən yağ sözü də var. Təbii ki, burada yağış yağmaq feilindən yaranar, yağmur da yağmaq feilindən yaranar, yağıntı da həmçinin yağmaq feilindən yaranar. Kökləri eyni nitq hissəsidir, yəni feildir. Tərkiblərində leksik şəkilçilər var. Eyni zamanda kökləri eyni mənanı ifadə edir, demək ki, eyni köklü sözlərdir. Doğru cavab A variantıdır. Hansı söz düzgün yazılmamışdır? Fauna sözü düzgün yazılıbdır. Hospital sözü də həmçinin düzgün yazılıb. Bəzən H samitini Q kimi yazanlar var. Hospital, bu yanlış hesab olunardı. Hospital da doğru variantı. Notarius düzgün yazılıb. Lampa M samitini yazılıb, düzgün yazılıb. Bu söz isə yanlış yazılıbdır. Əslində bunun yazılışı velosiped formasında olmalıydı. Doğru cavab B variantıdır. Hansı cümlədə cəm şəkilçisi qəbul etmiş isim işlənməmişdir? Bizimkilər, deyə bilərsiniz ki, burada ki şəkilçisi var, bu sifət yaradıb baxı. Sifətin üzərində cəm şəkilçisi var. Lakin yadınızda qalsın ki, yəyli çallı söz, bilirik ki, biz əvəzliyik, yəyli çalda in yox, im qəbul edir. Düzdürmü? Burada da im qəbul edir. Yəyli çallı söz, sözün üzərində biz ki şəkilçisini artıranda isim yaradırıq, sifət yox. Bu istisna bir hal kimi, yəni əlavə qayda kimi yadınızda qalsın. Demək ki, isimdir və ismin üzərində cəm şəkilçisi var. Cəm şəkilçisi qəbul etmiş, isim işlənməmişdir. A variantında var. C variantı çiçəklər, çiçək isimdir, eyni zamanda üzərində cəm şəkilçisi də var. Xəbər isimdir, üzərində cəm şəkilçisi də var.
Əsgərlər. Əsgər isimdir, üzərində cəm çəkilisi var. Cəsarət ismindən cəsarətli sifəti yaranıbdır. Yəni söz sifətdir. Çünki biz sözün hansı nitq hissəsinə aid olduğunu bilmək istəyiriksə, o sözün kökünə yox, başlanğıc formasına baxırıq. Başlanğıc forma cəsarət yox, cəsarətli hissəsidir və cəsarətli sifətdir. Sifətin üzərində cəm şəkilçisi var. Xalqınız sözündə daha sonra çox sevir feildir. Daha sonra burada görürük ki, xalq isim olsa da onun tərkibində cəm şəkilçisi yoxdur. Ona görə də doğru cavab B variantıdır. Bir daha qeyd edirik, mətn tapşırıqlarını görmək üçün məlumatı göstər düyməsinə vururuq. Mətn ekrana gəlir. Məlumatı oxuduqdan sonra əgər görünməməyini istəyiriksə, məlumatı gizlət. Əgər yenə də görünməsini istəyiriksə, məlumatı göstər düyməsinə vura bilərik. Bambuk günəşli günləri və rütubəti çox olan isti ölkələrdə bitir. Bu bitkinin 600-ə qədər növü var. Hündürlüyü 40 metrə çatır. Sutka ərzində 2 metrədək boy ata bilir. Onun iri gövdələrindən ev tikir, körpü salır, hətta su kəməri çəkirlər. Bəzi növlərinin şirəsindən şəkər hazırlanır. Mətndə hansı suala cavab yoxdur? Bitkinin neçə növü var? Qeyd olunduğu kimi 600-ə qədər növü var. Demək ki, bu sualın cavabı mətndə var. Sutka ərzində boyu nə qədər artır? Sutka ərzində boyu 2 metrədək arta bilir. Bitkinin boyu nə qədər olur? Bitkinin boyu 40 metrə çatır. Yəni başqa hündürlükdə olanları da var, lakin mətnə əsasən biz suala cavablandırırıq. Demək ki, bu sualın cavabı mətndə var. Bambuk bitkisini başqa necə adlandırırlar? Mətndə bambuk bitkisinin başqa adına təsadüf etmədik. Təbii ki, bambuk bitkisini mətndən kənar desək, məsələn, Hind qamışı adlandırırlar, hansı ki, mətndə də həmin ifadə yoxdur. Demək ki, bu sualın cavabı mətndə yoxdur. Doğru cavab D variantıdır. Bambuk relyefi necə olan yerlərdə bitir? Bambuk günəşli günləri, rütubəti çox olan isti ölkələrdə bitir. Bu sualın da cavabı mətndə var. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı işlənmişdir? Toz torpaq getdikcə çoxalırdı. Burada çoxalırdı sözünü görüb qeyri-müəyyən miqdar sayı hesab edə bilərsiniz. Lakin sözün kökü çox qeyri-müəyyən miqdar sayı olsa da, daha sonra çoxdan çoxal və ır qrammatik, d da qrammatik. Fikir versək, sözün başlanğıc forması çoxal hissəsidir. Yəni, çoxalmaq feilidir. Düzdürmü? Qeyri-müəyyən miqdar sayı deyirsə, demək ki, biz kökə yox, sözün başlanğıc formasına baxmalıyıq da. Çünki biz qeyri-müəyyən miqdar sayını, yəni nitq hissəsini axtarırıq. Nitq hissəsini də sözün kökünə yox, başlanğıc formasına əsasən müəyyən edirlər. Ümumiyyətlə, hər hansı bir sözün aid olduğu nitq hissəsini müəyyən edən zaman sözün başlanğıc formasına fikir vermək lazımdır. Sözün mənasını da müəyyən edən zaman, yəni leksik mənasını müəyyən edən zaman sözün başlanğıc formasına fikir vermək lazımdır. Çünki ola bilər ki, kök fərqli məna verir, başlanğıc forma tamamilə fərqli. Amma meyar olaraq, əsas qayda olaraq bilməlisiniz ki, başlanğıc forma, yəni bu kimi qaydalarda əsas meyardır. Hadisə çoxdan baş vermişdir. Çox, çoxdan. Burada zərfdir. Sözün başlanğıc forması zərfdir. Çoxdan, nə zaman? Nə zamanda zərfin sualıdır. Hələ çox müharibələr görəcəyik. Burada hələ sözü var. Hələ sözü təbii ki, zərfdir. Lakin çox sözü müharibələr, müharibə isminə aid olduğuna görə demək ki, burada say kimi işlənibdir və çox da qeyri-müəyyən bir saydır. Yəni, bu çox 100-dürmü, 1000-dirmi artıq burada biz dəqiq sayı deyə bilmirik. Ona görə doğru cavab D variantıdır. Xeyli gəzdikdən, xeyli sözü gəzdikdən feilinə aid olduqda zərf olur. Demək ki, burada zərf var. Ona görə E variantı da bizim doğru cavab ola bilməz. Və azdan çoxdan öyrənmişdi sözdə, demək öyrənmişdi feilinə aiddir. Say variantında çıxış etməyibdir. Birinin başlanğıc forması ümumi qrammatik mənasına görə digərlərinə fərqlənir.
Başlanğıc formadan söhbət gedir. Səfər sözün köküdür. Səfərdəki leksik, lər də qrammatik. Sözün başlanğıc forması səfərdəki hissəsidir. Ümumi qrammatik mənasına görə deyirsə, demək ki, nitq hissəsini nəzərdə tutur. Bunun başlanğıc forması sifətdir. Çünki səfərdəki, dəki sifət yaradan şəkilçidir. Daha sonra C variantı. Yel sözün köküdür. Yellə, yellən, yelləncək, yelləncəkdəki, yenə də lər. Burada fikir versək görərik ki, başlanğıc forma yenə dəki ilə bitdi. Yəni, başlanğıc forma sifətdir. Daha sonra gözəl sözün köküdür. Lər qrammatik şəkilçidir. Qrammatik şəkilçiyə qədər olan hissədir başlanğıc forma. Demək ki, kök elə başlanğıc formadır burada. Gözəl yenə də sifətdir. Dağla dağıntı arasında məna yaxınlığı olmadığına görə sözün kökünü dağ yox, dağıntı götürürük. Dağıntı, lar qrammatik, dakı da leksik şəkilçidir. Qrammatik şəkilçi bəzən başlanğıc formaya daxil ola bilir. Hansı ki, k, gil, dakı, sız kimi şəkilçilər qrammatik şəkilçidən sonra qoşula bilən leksik şəkilçilərdir. Burada da dakı var. Başlanğıc forma sonuncu leksik şəkilçiyə qədər olan hissədir. Və dakı da sifət yaradır. Demək ki, başlanğıc forma sifətdir. Yəni, ümumi qrammatik mənasına görə qeyd edilənlər sifətdir. Düz sözün köküdür. Düz, düzəl, düzəlt, düzəltmək, düzəldilmək və miş qrammatik, digəri də qrammatikdir. Düzdürmü? Düzəldilmək, yəni bura qədər başlanğıc formadır. Düzəldil, nə etmək, düzəldilmək, nə etmək? Bunun başlanğıc forması isə feildir. Demək ki, ümumi qrammatik mənasına görə fərqlidir. Doğru cavab B variantıdır. Sətirdən sətrə keçirilməyən sözləri müəyyən edin. Dahi, yəni dahi formasında keçirilir. Keçirilməsində hər hansı problem yoxdur. Ətir, ətir. Bu keçirilmir. Yəni, yalnız tək sait qalanda saiti sətrin bir başında saxlayıb digər hezanı, digər sətrə keçirmək olmur. Lakin dahi sözü keçirilə bildiyinə görə A variantı doğru cavab deyil. Üzr sözünün tərkibində yalnız bir sait var. Demək ki, sətirdən sətrə keçirilə bilməyən sözdür. Lakin qayda, fikir versək, qayda formasında sətirdən sətrə keçirilə bilir. Qurban. Gördüyümüz kimi sait samit, yəni yanaşmaları var burada. Təkcə saitdən ibarət heca yoxdur. Ona görə sətirdən sətrə keçirilməsində heç bir problem yoxdur. Sarı, həmçinin bu da keçirilir. Dost sözü hecaya bölünmədiyi kimi, burada tək sait olduğunu görürük. Sözün tərkibində tək sait varsa, demək ki, sətirdən sətrə keçirilməyən sözdür. Həmçinin o, yun sözündə də tək sait qalır. Tək saitdə sətrin bir başında saxlayıb digər hecanı digər sətrə keçirmək olmadığına görə doğru cavab D variantı olur. Hovuz. Gördüyümüz kimi keçirə bilirik. Novruz formasında da keçirə bilirik. Yəni, keçirə bilirik o deməkdir ki, indi deyə bilərsiniz ki, o, yun formasında da hecalara bölür. Hecalara bölürük, amma hecalara bölmək sətirdən sətrə keçirmək demək deyil. Sətirdən sətrə keçirmək üçün sətirdə sətrə keçirilmənin qaydası öyrənilməlidir. Burada samit sait birləşmələri var. Sait samit birləşmələrinin də sətirdən sətrə keçirilməsində heç bir problem yoxdur. Tək sait varsa artıq orada bir problem var. Orada qalmaq lazımdır, orada dayanmaq lazımdır. Çünki tək saiti sətrin bir başında saxlayıb digər hecanı digər sətrə keçirmək olmaz. Həmçinin bu sözün sonunda da belədir. Məsələn, yazırıq təbii. Düzdürmü? Burada biz təbii formasında hecalara bölürük. Sözün sonunda tək sait var. Bunu sətrin digər hissəsinə keçirmək olmur. Daha bir mətn tapşırığımız var. Dünyada ilk kitabxananın yaranma tarixi, yeri, hansı xalqa məxsus olması ilə bağlı hələ dəqiq məlumat yoxdur. Lakin tədqiqatlar, araşdırmalar, qazıntılar nəticəsində kitabxanalarla bağlı əldə olunmuş yeni tapıntılar bu sahədə insanların məlumatlarını genişləndirir. Xüsusən arxeoloqların peşəkarlığı tarixin bəzi sirlərinə aydınlıq gətirir. Kitabxanada 3 bölmə varmış.
Birinci bölmədəki lövhələr dinə aid kitablardan ibarətdir. İkinci bölmə elmi kitabları əhatə edir. Üçüncü bölmədə isə qrammatikaya aid vəsaitlər saxlanmışdır. Arxeoloqlar İraqda qədim bir kitabxana aşkar etmişdilər. Bu kitabxana 3000 il bundan əvvəl tikilmiş bir məbədin zirzəmisindən tapılmışdır. Zirzəmidə xüsusi rəflərə düzülmüş gil lövhələr indiyə kimi salamat qalmışdır. Həmin gil lövhələr mətnlərdən ibarətdir. Mətnə görə doğru fikirdir. Baxırıq. Dünyada yaradılmış ilk kitabxana İraqda tapılmışdı. Xeyr. Burada qeyd olunub ki, qədim kitabxana aşkar olunub. Lakin dünyada ilk kitabxana, fikir versək, qeyd olunub ki, dünyada ilk kitabxananın yaranma tarixi, yeri, hansı xalqa məxsus olması barədə dəqiq məlumat yoxdur. Demək ki, doğru fikir deyil. Yəni, ilk kitabxananın İraqda tapılması fikri yanlışdır. Elmi kitabların digərlərindən daha üstün qiymətləndirildiyi məlum olur. Kitabxana bizim erada yaradılıb. Baxın, diqqətlə baxsaq, görərik ki, yaranma tarixi haqqında məlumat yoxdur deyir. Yəni, dəqiq məlumat yoxdur. Demək ki, bu fikir doğru ola bilməz. Daha sonra kitabxanada neçə bölmənin olduğu məlum deyildi. Fikir versək, məlum idi. Kitabxanada 3 bölmə varmış. Demək ki, bu fikir də yanlışdır. Qədim zamanlarda dilçiliyə aid kitablar məbəddə saxlanılırdı. Biz burada dilçiliyə aid kitabları harada görürük? 3-cü bölmədə qrammatikaya aid vəsaitlər qeyd olunub. Demək ki, qədim zamanlarda dilçiliyə aid kitablar məbəddə saxlanılıb. Doğru cavab D variantıdır. Elmi kitabların digərlərindən daha üstün qiymətləndirildiyi məlum olur. Fikir verək. Demək, birinci bölmədəki lövhələrə dinə aid kitablardır. İkincidə elmi kitabları əhatə edib, üçüncüdə qrammatikaya aid. Düzdürmü? Əgər biz burada birincinin ikincidən üstün və ya ikincinin üçüncüdən birincidən üstün olduğu fikrinə, qənaətinə gələ bilmərik. Sadəcə olaraq birinci bölmədə dini kitablar, ikinci bölmədə elmi kitablar, üçüncüdə qrammatikaya aid kitabların olduğunu biz görürük. Amma qiymətləndirə bilmərik ki, yəni bu dəyərə görə belədir, daha üstün tutulmağa görə belədir. Mənəm-mənəm demək frazeoloji birləşməsinin mənasını müəyyən edin. Mənəm-mənəm demək təbii ki, lovğalanmaq anlamını ifadə edir. Doğru cavab D variantıdır. Hansı söz amonim deyil? Kürü sözü var balığın kürüsü və yaxud da məsələn, qar yağandan sonra yeri kürüyüb atırıq. Yəni, qarı kürüyüb atırıq. Demək ki, kürü sözü iki mənada işlənir. Daha sonra ləpə sözü, su dalğası ləpə. Bir də var, məsələn, qoz ləpəsi, fındıq ləpəsi və s. Şam sözü də həmçinin, məsələn, şam ağacı, şam yeməyi və yaxud da yanan şam, demək ki, amonim variantında çıxış eləyir. Qala sözü də həmçinin amonim kimi çıxış eləyə bilər. Məsələn, qız qalası, bir də odu qalamaq bu anlamda. Dərə sözü isə amonim kimi işlənmir. Doğru cavab D variantıdır. Tərəflərindən biri feillə ifadə olunsa da, feili birləşmə deyil. Dərsi oxuyanlar, feili sifət var, demək, feillə ifadə olunub və eyni zamanda feili birləşmədir. Yəni, ikinci tərəfi feilin təsriflənməyən formaları ilə ifadə olunan birləşmələr feili birləşmədir. Feil sifətin şəkilçisi var, demək ki, feili birləşmədir. Kitab oxumaq, məsdər tərkibi var, yəni məsdərlə ifadə olunub ikinci tərəf və feillə ifadə olunub, feili birləşmədir. Gəlir mənbəyi, burada sizi bu çaşdıra bilər. Gəlir mənbəyində gəlir sözünü siz feil kimi düşünməməlisiniz. Nəyə görə? Çünki gəlir burada isimdir. Gəlməkdən gəlir ismi yaranır və burada heç bir tərəf feillə ifadə olunmayıb. Bizə nə deyir? Feili birləşmə deyil, bəli. İsmi birləşmədir. Bu şərti ödəyir. Lakin feillə ifadə olunsa da, yəni feillə ifadə olunmaq əsas şərtlərdəndir. Feili birləşmə olmasın, amma feillə ifadə olunsun. Çünki yazı baxın, feillə ifadə olunsa da. Gəlir sözü burada feil deyil, burada isimdir.
Gəlir mənbəyi nə? İsim, düzdürmü? Və ismi birləşmədir. Yəni feillə ifadə olunsa da feili birləşmə deyil. Feili birləşmə deyil şərtinə baxsaq C variantını seçərdik. Amma feillə ifadə olunsun deyir axı. Burada isə olunmayıb. Ona görə C variantını götürmürük. Danışanı dinlədikcə yenə də feillə ifadə olunubdur və eyni zamanda feili birləşmədir. Mənim oxumağım, demək bu feili birləşmə deyil. Nəyə görə? İkinci tərəfdə maq, məslərin şəkilçisini görürük. Və ikinci tərəfdə əgər məslərin şəkilçisi varsa, təbii ki, bu feili birləşmə olmalı idi. Lakin yadınızda qalsın ki, biz burada sonuncu şəkilçilərə fikir verməliyik. İm. Baxın, mən yəlik halda im qəbul edir. Mən və biz əvəzlikləri yəlik halda im qəbul edir. Düzdürmü? Demək ki, burada da olan mənsubiyyətdir. Birinci tərəf yəlik hal, ikinci tərəf mənsubiyyətlə ifadə olunubsa, bu üçüncü nöqtəyini söz birləşməsidir. Başqa sözlə desə ismi birləşmədir. Doğru cavab D variantıdır. Lakin bu qaydanı bir qayda ödəmir. Bu qaydaya bir söz tabe deyil. Bir neçə söz birləşməsi daha doğrusu tabe deyil. Məsələn, sənin yazdığın. Düzdürmü? Burada dıq üstəgəl mənsubiyyət görürük. Yenə də yəlik hal görürük burada. Burada yenə də mənsubiyyəti görürük. Bəs bunu götürəkmi üçüncü nöqtəyinin söz birləşməsi? Burada götürdük. Bunu götürəkmi? Xeyr. Nəyə görə? Dıq üstəgəl mənsubiyyət varsa, mənsubiyyət. Bax, bu versiyada biz feili birləşmə hesab edəcəyik. Dıq üstəgəl mənsubiyyət. Nəyə görə? Çünki dıq mənsubiyyətlə birləşikdir. Burada daşlaşmış şəkilçi hesab olunur. Yəni, sonda gələn şəkilçinin əsas olmasına yox, dıq üstəgəl mənsubiyyətin olmasına baxırıq. Dıq üstəgəl mənsubiyyət varsa, demək ki, o feili sifətin şəkilçisidir. Artıq orada biz mənsubiyyəti təkcə götürə bilmərik. Yəni, yalnız deyə bilmərik ki, mənsubiyyət şəkilçisi var. O daşlaşmış, birləşmiş, bərkimiş şəkilçidir. Bu qaydaya tabi olmayan söz birləşməsidir. Yəni, dıq üstəgəl mənsubiyyətdə bu ödənir. Dıq üstü, dıq, dik, duq, dük, yəni hansı versiyada görsəz. Mağazada dəri çantalar göz oxşuyurdu cümləsində ikinci dərəcəli üzvlərin ifadə vasitələrini müəyyən eləyin. Göz oxşuyurdu. Nə çantalar? Hansı çantalar? Dəri. Harada? Mağazada. Fikir versək, görərik ki, ikinci dərəcəli üzvlər göz oxşayırdı və çantalar sözləri deyil. Dəri sözüdür və mağazada sözüdür. Düzdürmü? İkinci dərəcəli üzvlərin nə olması bizə maraqlı deyil. Yəni, bu təyindirmi, zərflikdirmi, bu bizə maraqlı deyil. İfadə vasitəsi deyəndə, ifadə vasitələri söz birləşmələri ola bilər, nitq hissələri ola bilər və s. Düzdürmü? Bunun nitq hissəsi nədir? Dəri. Dəri təbii ki, necə sualına cavab versə də, dəri, çit, pambıq, bu tipli sözlər isimdir. Düzdürmü? Demək ki, isimdir. Mağazada sözü də həmçinin isimsə, demək ki, İsim, yəni zərfli isimlə ifadə olunub, təyin isimlə ifadə olunub. İkinci dərəcəli üzvlər zərfli və təyindir bu cümlədə və hər ikisi isimdən ifadə olunub. Doğru cavab A variantıdır. Tərzi hərəkət zərfinin işləndiyi cümləni müəyyən edin. Onlar təkcə bizimlə söhbət edirdilər. Yalnız sözü ilə əvəz eləyə bilirəmsə, yalnız. Demək ki, burada artıq tərzi hərəkət zərfi deyil, ədatdır. Tək adamların həmişə qayğıya ehtiyacı var. Elə təkcə səni fikirləşirəm, yalnız səni fikirləşirəm deyə bildiyimə görə, demək ki, burada da tərzi hərəkət zərfi işlənməmişdir. Təkcə sən məni başa düşə bilərsən, yalnız sən məni başa düşə bilərsən, yenə də burada da həmçinin demək, tərzi hərəkət zərfi işlənməmişdir. Evdə təkcə qalanda yadıma düşürsən, tək adamların həmişə qayğıya ehtiyacı olur. Tək sözü adam isminə aid olduğu üçün sifətdir. Təkcə qalanda feilinə aid olduğu üçün isə burada artıq zərfdir. Doğru cavab B variantıdır. Hansı cümlədə ədat işlənməmişdir? Sən ki belə deyildin, ki ədatdır, cümlənin sözün təsir gücünü artırır və 2-dən sonra vergül qoyulmayıbsa, təbii ki, o artıq ədat hesab olunur və burada da həmçinin cümlənin sonunda gəlib sual işarəsi qoyulubsa ədat hesab olunur. Sona daha diqqətli idi, daha
sözün cümlənin təsir gücünü artırır. Şahmat ən maraqlı oyundur. Yenə də cümlənin sözün təsir gücünü artırır. Atam ona görə gəlmişdi ki, 2-dən sonra vergül varsa artıq o bağlayıcıdır. Doğru cavab B variantıdır. Gecələrin birində mollanın evinin qabağında dava düşür. Molla səsə yuxudan oyanır, yorğanı çiyninə salıb çıxır ki, görsün nə olub. İşıqlıqda kimsə yorğanı onun çiynindən çəkib götürür. Qaranlıq olduğu üçün molla yorğanın hara aparıldığını görmür. Sağa, sola qaçsa da yorğanı tapa bilmir. O soyuqdan titrəyə-titrəyə evə qayıdır. Arvadı soruşur: "A kişi, nə hay-küy idi? Nə baş verirdi?" Molla soyuqqanlılıqla deyir: "Başa düşmədim. Deyəsən dava yorğanı apardılar, davada qurtardı. Mətnin məzmununa uyğun məsələ müəyyən edin." Doyan o rəhmətlik kimi olar. Məsələ olsa da mətnin məzmununa uyğun deyil. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Yəni orada yorğanı belə deyək, tutmaqdan, doldurmaqdan, daha sonra onun kiminsə oğurlamasından danışılmır. Daha sonra tənbələ dedilər, qapını ört dedi, külək örtər. Orada molla tənbəllik eləmir ki, məsələn, səs-küyə çıxsın çölə, daha sonra içəri girsin və s. bu hadisələr baş versin, sonra külək örtsün və s. Belə bir hadisələr yoxdur. Qələt yağ küpəsində də fikri də uyğun gəlmir, amma dava yorğan davasıdır, məsəl hesab olunur və eyni zamanda məsəlin məzmununu müəyyən etmək üçün həmin məsəllə bağlı əhvalatdan xəbərimiz olmalıdır. Demək, bu məsələ uyğun, daha doğrusu bəli, bu məsələ uyğun məzmun dava yorğan davasıdır fikridir. Hansı cümlədə düzəltmə say işlənib? Xeyli adam onun dediklərini yazırdı. Xeyli xeydən yaranmayıb, sadə say hesab olunur. 5-6 mürəkkəb say, təqribi təxmini saydır və ona görə də tərkibi saydır, ona görə də E variantı bizim doğru cavab ola bilməz. Bir dəst kostyum alıb evinə qayıtdı. Burada da 1 sadə saydır. 17-ci düzəltmə say deyil, çünki 2 ayrı yazılan saydır. 2 dənə ayrı yazılan say var. 17. Yəni burada inci şəkilçisinin olması bizi çaşdırmasın. Mürəkkəb sözün tərkibinə leksik şəkilçi qoşulsa da o mürəkkəb olaraq qalır. 17 ayrı yazılıbsa da demək ki, o mürəkkəbdir. Burada A variantı doğru cavabdır. Nəyə görə? Çünki burada biz görürük ki, Rum rəqəmi ilə yazılmış bir say var. Rum rəqəmi ilə də sıra sayları yazılır. Düzdürmü? Sevda 5 sinifdə oxuyur demirik ki, bilirik ki, Rum rəqəmindən sonra sıra saylarında şəkilçi falan yazılmır. Düzdürmü? Və burada Rum rəqəmi 5-ci anlayışını ifadə edir. 5-ci. Düzdürmü? 5 sözün köküdür, inci də leksik şəkilçidir. Demək ki, düzəltmə saydır. Hansı cümlədə düzəltmə sifət işlənməmişdir? Düzəltmə sifət deyir, düzdürmü? Baxırıq. Gecəki, gecədən gecəki sifəti yaranırdı. Demək ki, düzəltmə sifət var. Qaynamaqdan qayna, qaynar yaranıbdı. Toxumluq kartof, necə kartof? Lıq şəkilçisi həm də sifət yaradır. Daha sonra enli kürək sözünə fikir versək, en sözün kökü lileksik, kürək sözün kökü lileksik və iki düzəltmə sözün birləşməsinə yaranmış mürəkkəb sifətdir. Zaman isə sadə sifətdir, düzdürmü? Demək ki, burada düzəltmə sifət işlənməyibdir. Doğru cavab belə olacaq A variantı. Narınc sözündən də narıncı sifəti yaranıbdır. Yəni, o da leksik şəkilçidir. Demək ki, düzəltmə sifət işlənibdir. Hansı cümlədə sifət işlənməmişdir? Evdəkilər cəm şəkilçisi olsa da sözün başlanğıc formasına baxırıq. Dəki leksikdir, başlanğıc forma sifətdir. Sonra
Arifin atası ucaboylu adamdır. Ucaboylu adam isminə aiddir və eyni zamanda ucaboylu demək mürəkkəb sifətdir. Gərgin sifətini görürük, düzdürmü? Daha sonra şirin sifətini görürük. Amma qırmızı deyə bilərsiniz ki, qırmızı burada sifəti var. Ol, et, bil, qıl tipli sözlər özündən əvvəlki sözləri özünə tabe etməklə mürəkkəb tərkibi söz yaradır. Burada nitq hissəsi təkcə qırmızı deyil. Qırmızı oldu birlikdə bir nitq hissəsidir. Yəni feil. Yəni qırmızı orada oldu sözünün tərkibində olduğuna görə mürəkkəb tərkibi feil hesab olunur. Artıq orada sifət yoxdur. Səbinə isimdir, rəng isimdir. Və qırmızı oldu da mürəkkəb feildir. Demək ki, sifət işlənməyibdir. Doğru cavab C variantıdır. İndi deyə bilərsiniz ki, gərgin idi, şirin idi. Baxın, şirin idi, necə idi, gərgin idi, necə idi. Düzdürmü? Yəni, necə sifətin sualıdır. Əkinçilər sözünün tərkibinə görə təhlili ilə bağlı yanlış fikir. Sözün kökü əkdir, əkin, əkinçilərdə qrammatik şəkilçidir. Sözün kökü feildir, bəli, əkmək feilidir, doğrudur. Söz isimdir. Söz isimdir deyəndə sözün özünə baxmalıyıq. Əkinçilər sözündən söhbət gedir də. Orada qrammatik şəkilçini atın, başlanğıc formaya baxın. Çünki söz isimdir deyirsə, sözün özündən söhbət gedir. Sözün özü də başlanğıc formaya əsasən baxılır. Əkinçi təbii ki, isimdir. Çi şəkilçisi isim yaratdı. Söz isimdən düzəlib. Baxırıq. Sözün nədən yarandığını bilmək istəyiriksə, sonuncu leksik şəkilçinin artırıldığı sözə baxmalıyıq. Sözün kökünə yox. Sözün kökü feil olsa da söz özü əkin ismindən yaranıb. Çünki qayda budur ki, sonuncu leksik şəkilçinin yanına xətt çəkirik. Yəni, sonuncu leksik şəkilçi bu hissədir. Ondan əvvəlki leksik şəkilçinin yanına arasından xətt çəkirik və yarandığı söz artıq həmin o xətt çəkilən sözdür. Əkin sözü. Əkincilər sözü əkin sözündən yaranıbdır. Demək ki, isimdən düzəlib fikri də doğrudur. Söz feildən yaranmışdır. Sözün kökü feil olsa da feildən yox, isimdən yaranıb. Yanlış fikir elə D variantıdır. Sözdə qrammatik şəkilçisi var, bəli, lər şəkilçisi var orada. Süpür sözün köküdür. Sözün kökü süp ola bilməz, yəni süpür olacaq. Süpürgə ismi, süpürgəsi ismi, lər də qrammatik şəkilçidir. Nitq hissəsindən, hansı nitq hissəsindən düzəlib? Süpür feil olsa da, sözün kökünə baxmırıq axı. Buradan bir xətt çəkirik. Yəni, sonuncu leksik şəkilçisini ayırırıq. Qrammatik heç bizə lazım deyil. Və yaranmaq, yəni düzəlmək anlayışı nədir? Düzəlmək anlayışında qrammatik şəkilçi vacib deyil. Süpürgə. Süpürgə nədir? İsimdir. Süpürgəçi nədir? İsimdir. Demək ki, isimdən isim yaranıbdır. Yəni, sözün kökünə yox, qeyd etdiyim hissəyə baxmaq lazımdır. Başlanğıc formaya yox, ha. Həmin o leksik şəkilçidən əvvəl bir xətt çəkirsiniz. Yəni, loru formada ifadə eləsək, bu cürdür. Yəni, bir növ deyək ki, sonuncu leksik şəkilçinin artırıldığı sözə baxırsınız. Süpürgə ismini artırılıb, doğru cavab A variantıdır. Yalnız biri saydı. Birgə zərfdir. Bir sayından birgə zərfi yaranıb. 5-6 qeyri-müəyyən miqdar sayda təqribi təxmini sayda hesab olunur. Doğru cavab C variantıdır. Çox sayından çoxalmaq feili yaranıbdır. Sonsuz ümumiyyətlə say deyil. Burada sus şəkilçisi var. Eyni zamanda son sözü say deyil. 1-ə 1000 isə zərfdir. 1-ə 5, 1-ə 1000 bunlar da zərf hesab olunur. Bir el ağsaqqalının ərsəyə çatmamış 7 oğlu var idi. Özü artıq qocalmışdı, əli qılınc tutmurdu. Düşmənlər isə tez-tez hücuma keçirdilər. Günlərin bir günü düşmənlər yenə gəlirlər. 7 qardaş qoşun yığıb onların qabağına çıxır. Düşmənlərin sayı çox idi, qardaşlar isə təcrübəsizdir. Düşmən qalib gəlir. Qardaşlar yağlıların yurdu talayacağını görüb göyə əl açırlar. Keçilməz dağa çevirmək istəyirlər. Tanrı onları eşidir. 7-si də dağa dönüb yan-yana düzülür. Düşmənlər keçməyə yol tapmır. Bir dəfəlik o obadan əl çəkib gedirlər. O gündən etibarən xalq həmin dağlara 7 qardaş dağı adını verir. Mətndə fərqləndirilmiş hansı sözü qarşılığı ilə əvəz etmək olmur? Ərsəyə çatmamış, yəni boya başa çatmamış anlamındadır.
Ərsəyə çatmamış, boya başa çatmamışdı. Daha sonra boya başa çatmamış, yetkinləşməmiş bu anlamda, yəni yağlar düşmənlər anlamındadır. Daha sonra talayacağını, çalıb çapacağını, yəni talan edəcəyi anlamındadır, düzdür. Oba köçəbə anlayışını da ifadə eləyir həmçinin. Qoşun, salın anlamında, yəni qoşmaq deyil də, orada salmaq feili götürək. Qoşun, yəni bir nətər deyərlər, qoşun tərkibində olan ordu, bu anlamda, yəni qoşundan söhbət gedir. Demək ki, onu salın sözündən əvəz eləyə bilmərik. Doğru cavab B variantıdır. Yəni əvəz etmək olmaz.